Dadı damağınızda qalacaq. Bu dadlı toyuq ruletini hazırlamaq istəsəz, resepti mütləq yaddaşa verin. Əvvəlcə ərzaqları almaq üçün gəldim Araz supermarketinə. Mən hər zaman palma yağsız və halal məhsulu olan Secret Fukusu mayonezlərindən istifadə edirəm. Yeri gəlmişkən bilməyənlər üçün onu da qeyd edeyim ki, Secret Fukusa məhsullarının Araz supermarketlərində kampaniyası da var. Araz müştəri kartı ilə hər 5 azenlik Secret Fukusa məhsulları alırsınız, bir şans qazanırsınız. Böyük uduş isə BYD 05 avtomobilidir. Bu arada bişmiş toyuğun ətini didib soğanla yağda qovurdum. Üzərinə uzunsov doğradığım rəngli biberləri əlavə edib duz üstü səpdim. Böyük ölçüdə lavaşın üzərinə mayonez, ketçap çəkib eyni qayda ilə hazırladım. İçliyi lavaşın üzərinə yayıb rulet şəklində bükdüm. Soba listinə yerləşdirib bol pendir səpib sobaya göndərdim. Pendir əriyənə kimi sobada saxlayıb götürdüm. Hazırlayan hər kəsə öncədən nuş olsun.